Bugün ballı tort üçün hazırladığım kremi paylaşacağım. Gəlin başlayaq. Çox asan başa gəlir. Əvvəlcə qazanın içərisinə şəkər tozu və nişasta əlavə etdim, qarışdırdım. Daha sonra üzərinə yumurta əlavə etdim. Tam qarışana qədər qarışdırdım və sonda soyuq süd əlavə etdim. Qazın üzərində qarışdıra-qarışdıra bişirməyə başladım. Çalışın ki, tez-tez qarışdırın ki, dibi tutmasın. Və qatlaşdıqdan sonra qazın üzərindən götürürəm. Üzərinə vanil və kərə yağı əlavə edirəm. Qarışdırıram ta ki kərə yağı əriyənə qədər. Daha sonra üzerini salafanla örtürəm. Çalışın ki, hər tərəfini örtün, qurumasın üzəri. Daha sonra ayrıca qabda kərə yağı və qatlaşdırılmış südü mikserlə keçirdirəm. Üzərinə bal əlavə edirəm. Bal kremin daha yumuşaq, yüngül olması üçündür. Çox ətirli olur, çox dadlı olur. Daha sonra üzərindən artıq bişmiş kremimiz soyubdur və artıq onu da kremin üzərinə az-az əlavə edirəm, mikserdən keçirdirəm. Sonra isə yarım saat, 1 saat ərzində saxlayıram, krem özünə gəlir. Ondan sonra isə artıq tortlarda istifadə edirəm. Mən ballı tortda bu kremdən istifadə etdim. Plomber kremidir. Çox dadlı alınır, başqa tortlarda da istifadə edə bilərsiniz.